Kısaca bir sürpriz komanda var, Araz Naxçıvan. Uğursuz dönemdədir, amma 3 sağlıq fərq yaranıb Ahmet Neft Zirə komandasından 4-cü pillə ilə. Səncə qısaca olaraq Demchenko davam etdirə bilərmi? İkinci dövrə Araz Naxçıvan neçə qələbə qazanıb? Sumqayıt üzərində və son turda qələbə qazandı. Kərvan üzərində. Bu onun göstərgəsidir ki, məncə hələ Demchenko'nun işi hələ çempionatın sonunda bəlli olacaq. Hələ ki Elmar Baxşıyevin qazandığı hallarla komanda irəliləyir. 100% elədir. Yəni hələ də Elmar Baxşıyevin komandasıdır. Ahmet, bir qədər də sonrakı komandalar Şamaxı vacib qələbə qazandı. Yəni orta çempionatın ən rahat komandası. Mən bunu hər zaman deyirəm. Azərbaycan çempionatının Kristal Palası. Nə düşür, nə çıxır, rahat həmişə. Rahat dayanır, öz futbolunu oynayır, maraqlı futbol oynayır. Ayxan Abbasov kiçik imkanlarla və xüsusi olaraq qeyd edək ki, çempionatın ən aşağı büdcəsi Şamaxı komandasındadır. Ən aşağı maaş büdcəsi Şamaxı komandasındadır və bu günləri komanda hətta Avrokuboklar şansı var. Amma ən çətin məğlub olunan komandalardan biri də elə Şamaxı komandasıdır. Bu da baş məşqçi Ayxan Abbasovun işidir. Mütləq Sabahdan da xalablar, Neftçidən də, Qarabağdan da və Avrokuboklar şansı var bu komandanın Ahmet. Zirə ilə cəmi 9 xalaq fərq var. Təbii ki çətin görünür, amma şansın belə indiyə qədər qalması önəmli faktdır.